Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecmain. Allahümme accil ve likel fərəc. Deməli, biz bu rivayətlərdə istədim ki, qeyd edək ki, Əhl-i Beyt əleyhissalamın sayını, yəni imamların daha doğrusu sayını bəyan edən bir dəstə rivayətlərimiz də mövcuddur ki, onların sayı neçə olması, imamların sayı neçə olması, adları kim olacaq və o haqda bizdə rivayətlər təbii ki mövcuddur. Və istədim ki, qısa da olsa bir neçəsinə toxunaq və məşhur da bir rivayət var ki, lövhə hədisi, hədis-i lövhdir. İnşallah ki, ona toxunarıq Allahın izni ilə. Və o hədislərdən birini mərhum Şeyx Saduq rəhmətullahi əleyh öz əmali kitabında ki, bir sənədə mu'təbərə, etibarlı bir sənədlə, mötəbər bir sənədlə və həmçinin də mərhum Əlləməsi Biharun 36-cı cildində qeyd edir ki, ta o sənədi ilə ki, İmam Hüseyin aleyhissalam ki, nəql edir Həzrəti Əmir-ül-Müminin aleyhissalamdan ənəhu ca'a iləyhə rəculun fəqalə ləhu ya Əbəl-Həsən innəkə tud'a Əmir-ül-Müminin fəmən əmmərəkə aleyhim. Deməli, gəlir bir nəfər şəxs, bir kişi Həzrəti Həsənin yanına və deyir ki, ya Əbəl-Həsən, Əleyhisselamın künyəsi ilə xitab edir. Deyir, səni möminlərin əmiri, yəni Əmir-ül-Müminin deyə çağırırlar. Bəs kim səni onlara əmir eləyibdir, əmir qərar veribdir, möminlərə yəni. Deyir, Peyğəmbər sallallahu aleyhi və aleyh ki, bunu etdiyini Həzrəti Əleyhisselam bəyan edir. Yəni Əleyhisselam deyir ki, Allah və onun rəsulu, Allah və rəsuluhu ki, əmmərəni aleyhim ki, mənim əmir-ül-mümin olmaqmı onlara əmr edibdir, onlara möminlərə yəni əmir olmaqmı. Və deyir, sonra fəcə'ər-rəculu ilə Rasulillah sallallahu aleyhi və aleyh fəqalə ya Rasulallah əyəstuqu əliyyun fîmə yəqulu innəllaha əmmərəhu alə xalqi fəqadibər nəbi sallallahu aleyhi və aleyh. Deyir, bu kişi gəlir sonra Peyğəmbər sallallahu yanına bu sualı verir ki, və siz bunu təsdiqləyirsinizmi? Doğru deyilmi Əleyhissalam? Həqiqətən də Allah xəlq etdiklərinə əmr eləyibdir ki, onların möminlərə əmr olsun, yəni. Deyir, Peyğəmbər sallallahu aleyhi və aleyh qəzəblənir və ki, bu qəzəblənəndə Həzrət buyurur ki, Əleyhissalam vilayət sahibidir ki, o sahib olduğu həmin o vilayət Allah Taala tərəfindən möminlərin əmiri olmağıdır. Ki, yəni Əleyhissalamın sahib olduğu vilayət əmirlik vilayətidir, möminlərə əmirdir. Və Allah Taala onun əmirlik ki, bayrağını öz ərşindən ona bağlayıbdır və mələkləri də bu işə şahid tutubdur. Və Əleyhissalam Allahın xəlifəsi və yer üzərində höccətdir, müsəlmanların imamıdır, ona itaət Allah itaətdir və ona qarşı üsyan eləmək Allaha qarşı çıxmaqdır və onu tanımayan məni tanımayır, onu mərifət eləyən məni mərifət eləyib, onun imamətini inkar eləyən, mənim nübüvvətimi inkar eləyib, onun əmirliyini, yəni Əmir-ül-Mümin olmağını inkar eləyən, rədd eləyən, mənim nübüvvətimi rədd eləyibdir və onun fəzilətini, əfzəliyyətini inkar eləyən məndən nəsə azaltmış sayılır. Və ona qarşı müharibə eləyən mənə qarşı müharibə eləyibdir. Onu söyən məni söyübdür. Çünki Əli ibn Əbi Talib məndəndir və mənim tinətimdən və mənim palçığımdandır. Yəni mənim xilqətimdən yaradılıbdır. Çünki başqa hədisdə də vardı. Biz oxumuşuq ki, Peyğəmbər sallallahu aleyhi və aleyh min nurin vahidə, bir nurdan xəlq ediliblər. O qızım Fatimənin əridir və iki övladım Həsən və Hüseynin atasıdır. Deyir, sümmə qal. Sonra Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, mən Əli, Fatimə, Həsən, Hüseyin və Hüseynin nəsli olan 9 övlad Allahın xəlq etdiyi bəndələri, məxluqatı, bütün yaradılış üzərində höccətik və bizim düşmənlərimiz Allahın düşmənidir, dostlarımız da Allahın dostlarıdır. Və başqa bir hədis, mərhum Allah rəhmət eləsin, Şeyx Sədiq Kəmaləddin əsərində və həmçinin də Əmali əsərində də Şeyx Müfid rəhmətli bu rivayəti nəql edib və Əsr ibn Qeys Hilali də
Əsrarun Ali Muhammed kitabında da qeyd edibdir rivayəti. Rivayət belə gəlir ki, indi sənədi baxımından ta gəlir çatır ki, Hüseyn bin Xalid ən Ali ibn Musa Rıda aleyhissalam, İmam Rıza aleyhissalamdan, o da ən əbaihi aleyhissalam, öz pak ata-babalarına nəql eləyir. O da onlar da Peyğəmbər sallallahu aleyhi və səlləm mən əhəbbə ən yetəməssəkə bidini və yərkəbə səfinətə nəcati bə'di fəlyəqtədə bi Ali ibn Əbi Talib. Deyib, Allah Rəsulü sallallahu aleyhi və aleyhi belə buyurur ki, kim mənim dinimə bağlanıb, məndən sonra nicat gəmisinə binmək istəsə, Əli aleyhissalama iqtida edib onun düşməni ilə düşmən, dostu ilə dost olsun. Çünki o həm mənim yaşadığım müddətdə, həm də mənim şəhadətimdən sonra ümmətim arasında mənim vəsim və xəlifəmdir. Və o məndən sonra hər müsəlmanın imamı və möminlərin əmiridir. Və onun sözü mənim sözümdür, onun göstərişi mənim göstərişimdir, onun qadağası mənim qadağamdır. Yəni, onun əmrlərinə tabi olan mənə tabi olubdur, ona kömək edən mənə kömək edibdir, onu köməkdən imtina edən, boyun qaçırdan mənə köməkdən imtina etmiş kimidir. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi sonra buyurur ki, kim məndən sonra Əlidən ayrılsa, qiyamət günü nə o məni görəcək, nə də mən onu görəcəyim. Kim Əliyə müxalif olsa, Allah cənnəti ona haram edəcək və onun yerinə cəhənnəm o da qərar verəcək. Bu da çox pis aqibətdir. Kim əlini tək qoysa, Allahın məhzərinə qalıb gediləcək gün Allah onu tək qoyacaq və kim Əliyə kömək etsə, Allahın görüşünə gedəcəyi günü Allah onu ki, öz pənahında saxlayacaq və haqq hesab zamanı höccətini ona təlqin edəcək. Deyir, sonra Həzrət buyurdu ki, Əl-Həsəni vəl-Hüseyni imamən ümməti bə'də əbihuma və seyyid-i şəbab əhl-i cənnə və ummuhuma seyyid-i tinsəl aləmin və əbuhuma seyyid-ül vasiyyin. Deyir, sonra Həsən və Hüseyn atalarından sonra mənim ümmətimi rəhbərləri və cənnət cavanlarının seyyididir. Onların anası, dünya xanımlarının seyyidəsi, atası isə vəsilərin seyyididir. Ağasıdır, böyüsüdür. Onların anası, yəni bu məqamdadır, görürsünüz, özləri hansı məqamdadır, baxın, hədisin mətni ağıl sahibləri üçün çox dərin mənadadır ki, düşünməyinə kifayət edir. Və Hüseynin nəslindən 9 imam olacaq. Sonra Həzrət Alican buyurur ki, onların 9-cu mənim övladlarına olan qaimdir, Əccəlallahu fərəcəh şərif və onlara tabi olmaq, mənə tabi olmaqdır. Onların sözündən çıxmaq, mənim sözümdən çıxmaqdır. Onların fəzilət və üstünlüyünü inkar edənlərdən, ha belə, məndən sonra onların hörmətini əzənlərdən, arada aparanlardan Allaha şikayət edəcəm. Allah özü itrətimi və ümmətimin imamlarını qorumaq və həmçində onların haqqını inkar edənlərdən intiqam almaq üçün bəs eləyər. Və həqiqətən də Həzrət mübarək bir ayəni oxuyur ki, Bismillah və seyələmullezine zalemu əy munqəlibi yanqalibun. Ki, həqiqətən də zülm edənlər tezliklə biləcəklər ki, necə pis bir yerə dönüş ediblər. Qayıtdıqları yer, yəni çox pis yerdir. Və həmçində mərhum Şeyx Mufid nəql edir Əmali kitabında ki, Cabir ibn Cüfi ki, nəql İmam Baqir aleyhissalamla, o da pak ata-babalarından nəql edir ki, bəs qalə Rasulullah sallallahu aleyhi və aleyh li Ali ibn Əbi Talib aleyhissalam, ya Aliyyü أنا وأنت وأبناك الحسن والحسين وتسعة من ولد الحسين أركان الدين ودعائم الإسلام ومن تبعنا نجا ومن تخلف عنا فإلى النار. Həzrət deyir ki, ya Əli, sən və mən ki və iki oğlunun ki, Həsən və Hüseyn nəsli olacaq 9 nəfər dinin rukunlarıdır. Dinin rukunlarıdır, sütunlarıdır və İslamın dirəkləridir. Və ki, bizim arxamızda gələn kimlər ki olacaq, onlar mütləq nicat tapacaq. Kim ki bizdən ayrılacaq,
və geridə qalacaq. Onlar yalnız cəhənnəmə doğru gedəcəklər. Başqa bir hədisdə Kəmaləddində mərhum Şeyx Sədıq rəhmətullah həmçinin İlamul Varada Kəşful Qimmədə də bu rivayətlər keçir. Rivayətdə nə gəlir? Biri budur ki, Həddəsənə Ali ibn Muhammed Abdullah el-Varraq Ar-Radi nəql edir ki, və Sa'd ibn Abdullah nəql edir. Ta o kəslərdən ki, Əsbəq ibn Nəbatə, o da Abdullah ibn Abbasdan, o da deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və aleyhi yəqul. Ana və Aliyyun vəl-Həsən vəl-Hüseyin və tis'atun min vuldil Hüseyin mutəhhərun məsumun. Ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurubdur ki, mən Əli, Həsən və Hüseyin və Hüseynin nəslindən olacaq 9 nəfər övladlar pak və məsumuq. Yəni, bu həmin mübarək şəxsiyyətlərin hamısı Peyğəmbər sallallahu aleyhi və aleyhin mötəbər rivayətli dilindən çıxan sözdür ki, hamısı mütəhhərdirlər, hamısı məsumdurlar. Səffan bin Mehranı nəql elədiyi bir hədis var ki, İmam Sadiq əleyhissalamdan. Ki, orada Səffan bin Mehran nəql edir ki, deyir, İmam Sadiq əleyhissalam dedi ki, kim bütün imamların imamətini qəbul etsə, amma Məhdini əcəlallahu fərəcəhu şərifi inkar eləsə, bütün peyğəmbərlərin peyğəmbərliyini qəbul edib, Muhammed sallallahu aleyhi və aleyhin peyğəmbərliyini inkar edən insan kimidir. Bu dərəcədə. Və deyir, sual verdilər ki, bəs peyğəmbər balası, bəs sənin nəslin olan Mehdi kimdir? Həzrət buyurdu ki, deyir, 7-ci nəsildən 5-ci olacaq imam. Onun vücudu sizdən gizli qalacaq, qeybətdə olacaq və onun adını çəkmək sizin üçün düzgün deyil, halal deyil, belə deyil. Çünki lə yəhillu ləkum təsmiyyətuhum. Deməli, növbəti başqa bir hədis ki var, orada, məsəl üçün, Kafidə Əbu Həmzə Somali nəql eləyir. İmam Zeynul Abidin əleyhissalam deyir, 11 nəfər öz əzəmətinin ki, nurundan xəlq etməyi deyir. Peyğəmbər sallallahu aleyhi və aleyhin dilindən nəql edir ki, Allah təbarək və teala mən idim, Əli əleyhissalamdır və onun övladlarının 11 nəfəri ki, öz nurundan xəlq elədi və onların ruhlarını öz nurunun aydınlığında qərar verdi. Və onlar da məxluqat yaranmamışdan əvvəldir, Allaha ibadət edirdilər və onun paklığına, müqəddəsliyinə təriflər, zikirlər deyirlər və onlar deyir, Peyğəmbər sallallahu aleyhi və aleyhin nəslindən olan həmin imamlardır ki, yer üzərinə gəlirlər. Məşhur o dediyim bayaq ki, lövh hədisi ki var, həmin bu lövh hədisi Suri Kafidə gəlir və Kafin 1-ci cildindədir və sənəd baxımından da etibarlıdır. Hədis çox genişdir. Hədisin, rivayətin sənədi tacə Muhammed bin Yəhya və Muhammed bin Yəhya da nəql edir Muhammed bin Abdullahdan, o da Abdullah bin Cəfərdən, o da Həsən bin Zarifdən, o da Ali Muhammeddən, ta bu sənədlə Əbu Bəsir nəql edir İmam Sadiq əleyhissalamdan. Deyir, Cabir ibn Abdullah Ənsari mənə dedi ki, bəs innəli iləkə hacətən ki, Həzrəti İmam Sadiq əleyhissalama nəql edir ki, deyir ki, deməli, İmam Bakır əleyhissalam ki, Cabir ibn Abdullah Ənsaridən danışırdı. Bunu dedi ki, səninlə bəs bir işin var, nə zaman münasib olsan, səni təklikdə görüb danışacaq. Yaxud da bir sual edəcəyəm. Cabir deyirdi ki, əlbəttə nə zaman qərar versəniz. Və bir gün deyir, təklikdə görüşürlər. İmam deyir ki, ey Cabir, anam, xanım Zəhra salamullah əleyhə qəsd edir. Deyir ki, bəs Peyğəmbər sallallahu aleyhi və aleyhin qızı Fatimə salamullah əleyhə əlində gördüyün lövhə və anamın orada nə yazdığı vardı, sənə verdiyi xəbərdən mənə danış. Yəni, sənə ki, nə deyib, onlardan mənə də danış. Deyir, Cabir də dedi ki, bəs bu Allah təbarək və teala'nın öz rəsuluna etdiyi hədiyyə olan bir lövhədir və onun üzərində atamın, ərimin, 2 övladımın və ki, bu özü də həmçinin övladlarından olan vəsilərin adları yazılmışdır deyə buyurdu.
və deyir, atam bu lövhəni xoş xəbər və müştərək kimi, hədiyyə kimi mənə verdi və deyir, Cabir dedi ki, anam Fatimə salamullah əleyha onu mənə verdi, mən oxuyub özüm üçün bir nüsxəsini yazdım. Ki, deyir, atam İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam danışır bu rivayətə, deyir, atam sual verdi ki, onu mənə göstərə bilərsən? Dedi, bəli. Deyir, Cabir deyir, dəri üzərində yazılmış nüsxəni atama göstərdi. Atam dedi ki, Cabir, sən öz yazına bax, mən isə onu sənə əzbərdən oxuyum. Deyir, Cabir öz nüsxəsinə baxırdı, atam da deyirdi, hər bir hərfi belə nüsxə ilə deyir, fərqlənmir. Cabir dedi ki, Allahı şahid tutan ki, lövhədə belə yazıldığını gördüm. Bismillahirrahmanirrahim. Bu izzətli və hikmətli Allah tərəfindən öz rəsuluna nuru, səfiri, vasitəsi və hidayətçisi olan Muhammed üçün bir yazıdır. Ruhul Əmin onu aləmlərin Rəbbi tərəfindən endirmişdir və ey Muhammed, mənim adlarımı əzəmətlə zikr et və nemətlərimə qarşı şükür edib onları inkar etmə. Mənəm elə bir Allah ki, məndən başqa heç bir ilah yoxdur. Mən zalimləri məğlub edən, məzlumlara kömək edən və layiqli olanları cəzalandıraram. Mənəm o Rəbbəm ki, Allaham ki, məndən başqa heç bir məbud yoxdur və kim mənim fəzilətimdən qeyrisinə ümidvar olsa və yaxud da mənim ədalətimdən qeyrisindən qorxsa, deyir, ona elə bir əzab verirəm ki, aləmlərdən heç kəsə bu əzabı verməmişəm. Ona görə də yalnız mənə bəndəlik et, əbd ol və təkcə mənə söykən. Və deyir, mən hansı Peyğəmbəri göndərdimcə vaxtı bitdikdə və ömrü sonu çatdıqdan sonra onun üçün bir canişin təyin etdim. Bir köməkçi, bir vəsi. Ki, mən səni digər Peyğəmbərlərdən üstün eləmişəm, sənin canişin, dediyi canişini də ki, üstün etmişəm. Sənin iki aslan varalı ki, və iki nəvəni, yəni İmam Həsən və İmam Hüseyn əleyhissalamı qəsd edilir. Deyir, sənə əta eləmişəm, hədiyyə etmişəm mən onu və Həsəni atasının ömrü sona çatandan sonra öz elminin mədəni qərar vermişəm və Hüseyni öz vəhyinin xəzinədarı qərar vermişəm və şəhadətdən şərəfləndirmişəm. Onun aqibətini səadətlə eşitmişəm. O şəhidlərin ən üstünüdür və məqamı bütün şəhidlərdən ucadır. Öz bütöv kəlməmi, cümləmi onu yoldaş edib, bəlağətli höccətimi onun yanında qərar vermişəm. Allah Teala deyir, bunu vəsf edir. Və deyir, o şəhidlərin ən üstünüdür. Və məqamı da bütün onun yanında qərar vermişəm. Bütün məqamları. Yəni, çox böyük bir faydalı və əzəmətli bir kəlamlar bunlar. Və deyir, onun itirətini səbəbilə cəza verirəm. Yəni, Peyğəmbər sallallahu itirəti əhl-i beytinin dostu ilə dost, düşməni ilə düşmən olmağı qəsd edir. Daha sonra deyir, Allah Teala buyurdu ki, o deməli, onlardan da birincisi ibadət edənlərin övladı Muhammeddir. O da bəyənilmiş əcdadına bənzəyir, yəni əslində əcdadına. Ki, o mənim elmimi incələyən və mənim hikmət mədənimdir, sonra Cəfərdir və tezliklə deyir, onun barəsində şübhə edənlər həlak olacaqlar, onu inkar edənlər, yəni rədd eləyənlər, məni rədd eləyibdir, mənim sözüm reallaşıb, həqiqətə çevrilib, yəni mən Cəfəri sevindirəcəyəm, ondan sonra isə gələn Musadır və onun barəsində kör və çox qaranlıq bir fitnə baş verəcək. Çünki mənim hökmümün bağları qopmaz, hadisətim gizlində qalmaz, mənim dostlarım dolu canla ki, sıra olarlar. Onlardan, belə deyək də, deyir, birini inkar edən, əslində isə mənim nimətimi inkar etmişdir. Bəndəm, Həbibim ki, və mənim seçdiyim Musa əleyhissalamın, yəni Həzrəti Musa Kazım əleyhissalam qəsd olunur ki, özü bitdikdən sonra məsum imam ki, deyər ki, mənim dostum və köməkçimdir və bunların da başında gələn Əli idi və onlar Əliyə iftira atıb inkar etdilər ki, vay olsun onlara. Ağır öhdəlikləri onun çiyninə qoyacam
və onu bu işləri daşımaqda sınayacağam. Təkəbbürlü bir şeytan onu qətlə yetirəcək. Salih bir bəndə tərəfindən tikilmiş bir vazirdə qalacaq. Və orada həmçinin qətlə yetiriləndən sonra Tusda mənim yaratdıqlarımın, yəni ən pisinin yanında torpağa tapşırılacaq. Və mənim iradəm qəti şəkildə baş verəcək, onu oğlu, canişini və elminin varisi olan Muhammedlə sevindirəcəyəm. O isə, yəni Muhammed ibn Ali aleyhissalam, onu qəsd edir növbətimə. Mənim elmimin mədəni, sirrimin saxlandığı məqam, yaratdıqları üzərindəki hüccətindir. Kim ona qarşı çıxsa, yəni belə deyək də, həmin o qarşı çıxan şəxsin özü, üsyan edən, yəni şəxsin özü ki, əgər həqiqətən də itaətdən xaric olsa, həmin o qarşı çıxanı, üsyan edəni cəhənnəmə əbədi göndərəcək. Və kim də iman gətirsə, yəni yerinə Allah Taala buyurur ki, cənnətdə qərar verəcəm. Və onun şəfaətini nəslindən yanmağa layiq olan 70 nəfər barəsində qəbul edəcəyəm. Və mənim dostum, köməkçim, yaratdıqlarıma şahidim və vəhyimin əmini olan, əlinin xəzinədarı olan Həsəni ondan ayıracağam. Və ondan yaradacağam və bu silsiləni onun övladı Muhammed aləmlərə məhəbbət və rəhmətim olaraq kamilləşdirəcəm. O, Musanın kamilliyi ilə, İsa'nın nuraniyyətinə və Əyyubun səbrinə malikdir. Onun qeyddə olduğu zaman mənim dostlarım zəif olacaqlar, türklərin və deyləmlərin başları hədiyyə göndərildiyi kimi onların da başları hədiyyə göndəriləcək. Yəni o cür İmam Zaman Əzəllah Fərəcəhin davamçılarının bir aqibət olacaq. Ki onları öldürəcək və yandıracaqlar. Onlardan qorxu, vəhşət, vahim içində yaşayacaqlar. Yer onların qanı ilə boyanacaq. Onların qadınları arasında vahşi olacaq. Və bu deyilənlər, ad çəkilənlər mənim həqiqi dostlarımdır. Və onların vasitəsilə hər bir kör və qaranlıq fitnəni dəf edirəm. Və onların vücudunun bərəkəti ilə zəlzələləri uzaqlaşdırıb, sıxıntıları, qandalları və zəncirləri qoparıram. Onların Rəbbinin salamları və rəhməti ki, öz üzərlərinə olsun. Onlar həmin xoşbəxt bəndələrdirlər. Sonda da Həzrət qeyd edir ki, yəni Əbu Bəsir dedi ki, əgər bütün ömrü boyu bu hədisdən başqa heç nə eşitməsəydin, belə bu söz sənə bəs eləyərdi. Deyir, bunu yalnız əhlinə danış, qeyrilərindən gizlət. Yəni qayda budur. Həzrətin divamında göstərişi budur. Əhlinə danış, yəni əhli kimdir sana danış bu rivayəti və qeyrilərindən, yəni layiq olmayanlardan, fəhm eləməyənlərdən, anlamayanlardan, dərk etməyənlərdən gizlət, yəni onlara danışma. Hətta ki, İmam Baqir Əleyhisselam ki, Cabir ibn Abdullah Ənsaridən nəql ki, xanım Zəhra Sallı Reyhanın bəs yanına getdim, qarşısında övladlarından olan vəsilərin adlar yazılmış bir lövhə gördüm və sahib gördüm ki, 12 nəfərdə və sonuncusu qaimdir və onların arasında 3 Muhammed və 3 dənə də Əli adı var idi. Həmçinin İrşad kitabında da mərhum Şeyx Mufid gətirir ki, sənədi ilə və Mahbub, o da Əbu Carud'dan, o da Əbu Cəfər ki, Muhammed bin Ali aleyhissalamla da Cabir bin Abdullah Ənsaridən da Daxaltu aləl Fatimətə binti Rasulillah sallallahu aleyhi və aleyhi beynə yədəyhə ravhun fihi əsmaul əvsiyə vəl-əimmə. Deməli, Cabir deyir ki, xanım Zəhra Sallı Reyhanın yandı, getdim və xanımın qarşısında, üzərində onun övladlarında olan vəhsi və imamların adları yəni yazılmış bir lövhə var idi. Saydım 12 nəfər idilər. Ki, onların biri qaim idi və 3 nəfər isə Muhammed.
adlı şəxslər idi. 4-ü isə Əli adında idi. Və həmçində bir dənə də başqa bir sənəddə, həmçinin Şeyx Tusi, mərhum Şeyx Tusi Əl-Qeybə kitabında ki, 139-cu səhifəsində bu rivayəti gətirir ki, Cabir bin Abdullah bunu deyibdir. Və həmçinin Şeyx Sədiq Rəhmətullah Əleyh də Kəmaləddin kitabının 311-ci səhifəsində deyibdir. Lövh hədisi, yəni Cabir bin Abdullah Ənsarikində dediyi lövhə hədisi, yəni bu ki, Xanzəhra Samriyanın özündə olan və üzərində imamların və Peyğəmbər sallallahu əleyhi və səlləm vəsilərinin adları yazılmış bir lövhə haqqındadır ki, yəni bu rivayəti oxuduq mənə bəlli oldu və bəzi yerlərdə bu lövhə yaxşı rəngli, gözəl, cənnətdən gəlmiş və ilahi hədiyyə kimi vəsf edilibdir ki, və qeyd etdiyimiz ki, bəzi rivayətlər, tarixi mənbələr var ki, olsun ki, başqa bir nəzərlə deyən ola bilər. Amma hər hal ki, əsas məşhur və sabit olan da budur ki, bu formada olubdur. Yəni lövhə yaxşı rəngli, gözəl olubdur, cənnətdən gələn bir lövhə olubdur. Buranın yerin istehsalı deyildi və həmin lövhə Cabir bin Abdullah Ənsarinin nüsxəsi ilə eyni imiş. Və onlar bu iki hissəni qarşılaşdırırlar imamla və belə deyək də, o qarşılaşdırmanın da həmin bu qısa nəticəsi budur ki, bax bu hədisi rivayəti biz oxuyuruq, əsas işimiz görürük. Yəni əsas işimiz də budur ki, etiqadımızı möhkəmləndirib o iki şəxsi tanıyıb həqiqətən də iman gətirməkdir. Və ümumiyyətlə belə deyək ki, imamətlə əlaqədar yazılmış bir çox kitablarda bu rivayətlər görmək olar və lövh hədisi ilə əlaqədar qədim və mötəbər şiə kitablarının çoxluğu, yəni bu şöhrətin olmağı elə kifayət edir ki, insan heç bir şəkildə qalmasın. Və burada rivayətin bir sənədi ilə bağlı bəhs qeyd etmək istəyərdim ki, baxaq biz bu hədis qaynaqlarında, yəni bu rivayətin sənədi necə keçir. Məsələn, biz baxsaq 5 dənə fərqli sənəd keçir. Deməli, biri budur ki, əsasən Əbu'l-Carud İmam Baqir əleyhissalamdan nəql etdiyi, o da Muhammed ibn Yahya, Muhammed ibn Hüseyn, İbn Bəhbub və bin Əbdülcarud. Bu da Əbu Cəfər aleyhissalam. İndi bu sənəd lövh hədisinin ən məşhur sənədidir. Sənəddə gələn hədislər ən mühüm şiə hədisi kitablarında cüzi fərqlənki nəql olunubdur. Bu mənbə, ümumiyyətlə, yəni lövhə hədisinin rivayətin ən yaxşı mənbəsi sayılır. Həmin bu sənəd. Və sənəddəki insanlar şiə alimlərin böyüklərində, mötəbərlərindəndir. Yalnız sənədin ilk ravisi olan Əbu'l-Carud və ki, belə bir şəxsdir ki, bu problemli insandır və bunu inşallah qeyd edəcəm. Və bir də Əbu Bəsir İmam Sadiq əleyhissalamın geniş təfsilatı ilə izah etdiyi hədisdir ki, bu rivayətin də sənədi çox genişdir və sənəd də belə gəlir ki, Muhammed bin Yahya, Muhammed ibn Abdullah, Abdullah bin Cəfər və Həsən bin Zarif, Əli ibn Muhammed və Salih ibn Əbu Həmmad və Əbu Bəsir ibn Salih. O da təbii ki, Əbdurrahman bin Salimdən, o da Əbu Bəsirdən nəql edibdir. Bu sənəd ki, neçə qismdir, sənədin əksər şəxsləri mötəbərdir. Ki, bu mənbənin elə bil ki, tam mötəbərliyi o sənədin sonunda dediyimiz iki ravinin, burada iki ravinin məsələsidir ki, Bəkir bin Salih və Əbdurrahman bin Salim. Yəni, bunlar əgər siqə kimi qəbul olunsa, bu rivayət mötəbər götürülür, səhih. Əgər yox, əksinə bu rivayətin, yəni dediyimiz kimi ki, sənəd bir neçə hissəyə bölünür. Bu sənəddəkilər də mötəbərdir və sadəcə burada iki ravi, yəni Bəkir ibn Salih və Əbdurrahman ibn Salim ki, işğallıdır ravi olaraq və bunların işğallı olması bu mənadadır ki, yəni əgər sübut olunsa ki, bunlar siqə ravidir, hədis səhihdir. Olmasa, deməli, rivayətində sənədində irad tutulacaq. Məsəl üçün, Əbdurrahman bin Salim İbn Qadari onu zəif bilibdir. Ona görə də ondan başqa ammazıcal alimlər ona zəif demədiyinə görə
ki, biz də baxırıq həmçinin Kutubu Ərbədə buna 50-yə yaxın hədis nəql olunub ravidən. İbn Əbu Umeyr kimi, hətta Bazəndi, Əhməd ibn Muhammed ibn İsa ki, digər böyük alimlər, ravilər ki, bundan rivayət nəql edib, hətta İbn Əbu Umeyrlə Bazəndi ki, Əshab-ül İcma deyilir, ondandılar və nəticə etibarında bunun rivayətini deməli söykəmək olur. Digər isə Bəşir ibn Salihdir, Kəsir-ül Rivayə kimi tanınır, çoxlu hədis deyəndir və Kutubu Ərbədə onun 220-yə yaxın hədis gəlir. Hüseyn ibn Səid, Əhməd ibn Muhammed ibn İsa, Əli ibn Məhziyar, Muhammed ibn Yahya Əttar və başqa ravilər ondan hədis nəql edibdilər və Nəcaşi onu zəif bilibdir. Amma böyük alimlər yəni onun haqqında ki, müəyyən dəlillərə, qərinələrə əsasən bu etibarlı götürübdilər. Həmçinin Cabir ibn Yəzid Cufinin İmam Baqir əleyhissalamdan nəql edir rivayət ki, orada sənəd baxımından ki, sənədi qeyd olunur Kəmaləddində və Şeyx Tusin Əl-Qeybəsində. Sənəddə Muhammed ibn Nimə Səluli, Abdullah bin Qasim və Abdullah ibn Xalid kimi bəzi şəxslər məchuldur və araşdırılmayıbdır. Ona görə də hədisin sənədi rical elmi baxımından, yəni etibarlı sahibi, rical baxımından yəni etibar olunur. Hətta hədisin ikinci ravisi Əbu Səffatici sayılsa da yenə də, yəni onu hətta özü belə işğallıdır, yəni onu hətta belə mötəbər götürsə, yenə də rivayətin səhih yaxud da bir mötəbər olması haqqında bir dəlil çıxarda bilməyəcək. Lövhə hədisinin bir dənə də başqa bir forması da mövcuddur ki, o rivayət edib ki, mənbə sənəd baxımından etibarlı deyil. Məsələn, Muhammed ibn Sinanın nəql elədiyi biri var, İmam Sadiq əleyhissalamdan ki, Şeyx Tusi Əmalidə gətiribdir onu, sənədi zəifdir. Ravilərin sırasındakı bir neçə məchul ravilər var. Ona görə də ki, həmçində orada tək bir rivayət gəldiyi üçün yerdə sənəd baxımından zəif sayıldığı üçün həmçində etibarlılıq götürülür. Bu lövhə hədisində bir başqası İmam Baqir əleyhissalamın şəhadəti ilə bağlı Əbu Nəzirdən nəql olunan rivayətdir. Rivayətin sənədi və mətni etibarsız sayılır. Çünki Mərzənin sənəd tarixi baxımından da yəni iradları çoxdur. Hədisdə İmam Baqir əleyhissalamın şəhadəti vaxtı Cabir ibn Abdullah Ənsarinin iştirakı deyilir və həmçində Cabirin İmam Sadiq əleyhissalamın yanında olduğu deyilir hədisdə. Halbuki Cabirin biz vəfatına baxsaq ki, 78-ci hicri ilində vəfat edibdir. Yəni, İmam Sadiq əleyhissalam isə 114-cü hicrində şəhid olubdur. Deməli, bu belə deyək də, 3 şəxsin bir məclisdə iştirak eləməsi də təbii ki, mümkün olmur. Həmçində lövh hədisinin yəni birinci və ikinci sənədi ki, biz dedik ki, o daha etibarlı götürülür və bu hədisi nəql edən qədim və mötəbər mənbələrin çoxluğunda qeyd alsaq, nəzərdə tutsaq, yəni bütün bunlar hədisin gəldiyini göstərən aşkar işarə kimi qəbul edilə bilər və Əbul-Cərdin rical elmi baxımından mövqeyi ki, birinci o dediyimiz rivayətin sənəd baxımından qəbul edilməsində də mühüm rol oynayır ki, təbii ki, buna da diqqət etmək lazımdır. Ki, niyə? Çünki Əbul-Cərud kimi tanınan şəxs əslində əslində Ziyad bin Munzər idi. İmam Baqir əleyhissalamın səhabələrini olubdur. Deməli, İmam Sadiq əleyhissalamdan bir neçə rivayət deyibdir. Kör olubdur bu şəxs və onun İmam Baqir əleyhissalamdan nəql etdiyi təfsirlə əlaqədar hədisləri çox məşhurdur. Mərhum məsəl üçün rical sahibi Nəcaşi rəhmətullah aleyh bunu qeyd edir. O tərcümə halında və təfsirlə əlaqədar da bir çox hədisləri təfsir Qummi kitabının müxtəlif nüsxələrində nəql edilibdir. Çox güman ki, Əbul-Cərudun belə deyək də, təfsir kitabını kimsə Əli ibn İbrahimin təfsir kitabına daxil edibdir. O görə də məzhəb Zeyd olubdur, amma Cərudiyyə təriyyətin banisi, belə deyək də, yaradanı kimi tanınır. Kutubu Ərbədə Əbul-Cəruddan belə götürəndə 100-dən çox rivayət gəlibdir. Yəni, hardasa bu formada belə deyək ki, 100-dən çox rivayət nəql olunubdur. Və Həsən ibn Məhbubdur, Abdullah ibn Sinandır,
Əban ibn Osmandır, Abdullah ibn Muxeydədir, Muhammed ibn Sinandır. Yəni, bu kimi ravilər onlar rivayət gətirir. Hətta Şeyx Mufid və imamların sayı, Ramazan hilalının görünməsi rivayətlərini nəql edən bir neçə şəxsin belə deyək də, adını çəkərək tərif edirdi öz əsərində, Risale-tül Adadiyyə əsərində və orada qeyd edir ki, onlar böyük şəxslərdirlər. Halal, haram və hökm onlardan əldə olunur, götürülür. Onları irad tutmaq və onları tənqid etmək də mümkün deyil. Yəni, raviləri saymaqla ki, belə deyək də, məşhur olan və eyni zamanda onları əksəriyyətən zəif bilən və bu zəifliyi bilməklə məşhur olan digər bizim rical alimimiz ki, İbn Qadayirdir ki, onun barəsində hətta odur ki, qayıdıb deyir ki, öz ricalında ki, Ziyad huvə sahibul məqam, o məqam sahibi olan bir şəxsdir Ziyad, yəni hədis elmində səviyyəsi var və onun İmamiyyə şiələr arasında rəvayətləri Zeydiyyə təriqətindən mənsub olanlardan daha çoxdur. Hətta deyir, bizim alimlərimiz Muhammed bin Sinanın ondan nəql etdiyi rivayətləri də mötəbər götürüblər. Və İbn Xədayirinin sözlərindən də görünür ki, Əbul Carudun hədislərini qəbul edib, sadəcə Muhammed ibn Sinanın vasitəsilə Əbul Caruddan gələn nəql olunan hədisləri alimlər tərəfindən qəbul olunmadığını deyibdir ki, bu da Muhammed ibn Sinanın zəif ravi hesab olunmağı yaxud da fərqli mövqe ilə olsun ki, əlaqəli bir cavab olar ki, bu həmin mərhum rical aliminin və həmçində Əbdülcarudun da burada etibarsızlığına zərər gətirmir. Çünki niyə? Əksinə biz gördükdə əvvəldə ondan etibarlı ravinin nəql etməsi ilə onu etibarlı bildi və hətta vəsf etdilər. Misal ki, Şeyx Mufid rəhmətli kimi, amma bəzidən görürsən ki, ondan qabaq kimi ki, götürür rivayəti deyir, o ki, zəif, etibarsız ravidirsə, deməli, onda da rivayətin özünə nəinki Əbul Carudun özünə irad tutulur. Xülasə Nəcaşi, Şeyx Tusi kimi məşhur rical alimdə rivayətin nəql olunması baxımından zəif hesab etməyibdilər bunu və kişi öz ricalında ki, İmam Sadiq Əleyhisselamdan bir sıra hədislər də nəql edibdir ki, və bu hədislər onun belə deyək də, haqdan dönməyinə yaxud da azmağına səbəb olduğu üçün olubdur. Yəni, nəticə olaraq belə deyək ki, Əbul Carudun bütün göstərilən dəlilləri, xüsusilə də böyük məzhəb səhabələrinin Əbul Caruddan rivayət götürməsi, Şeyx Mufidin ümumi onu mötəbər sayması, İbn Xədayirinin tərifi, rical alimləri tərəfindən onun zəif olduğunun aşkar bilinməməsi, yəni mötəbərliyi üçün kifayət edir ki, bir dəst alimə, onlar da onu mötəbər bildikdə nəticədə bu lövh hədisində ki, tamamilə səhih və etibarlı olaraq götürülür. Əbul Carudun ümumiyyətlə rical alimlərinin belə deyək ki, ümumi məruzələrinə əsasən o ömrünün ilk vaxtlarında həmin bu Əbul Carud, İmam Baqir Əleyhisselamın imamət dövründə doğru məzhəbdə olub. Yəni, Şiə məktəbində olub, etiqadi məktəbi olaraq və Şiə rical qaynaqları aşkar şəkildə deyib ki, o Zeydiyyə olub, Zeydiyyə məzhəbini sonradan keçibdir. Və bu hədislər, rivayətlər Əbul Carud barəsində bir sıra sualların yaranmağına səbəb olubdur ki, imamların sayı ilə əlaqədar belə bir aydın əhəmiyyətli təsirli hədisin imamlara etiqad bəsləməyən bir şəxs tərəfindən ki, nəql edilməsi, deyilməsi necə mümkün olar və doğrudan mı Zeydi olub və o zaman lövh hədisini necə məruzə edibdir və bəlkə də ömrünün sonlarına yaxın Zeydiyyə məzhəbini boşlayıb İmamiyyə məzhəbinə keçib. Yəni, bu ehtimal da var. Əgər Əbul Carudun məzhəbdən dönməsini qəbul etsək də, yenə də onun lövhə hədisini İmam Baqir Əleyhisselamdan eşitmək öz yerində qalır. Sonraki illərdə hədisin əksinə əməl edib, Zeydiyyə məzhəbini qəbul edib, ömrünün sonlarında isə yenidən haqq məzhəbə qayıtdığı deyilir. İndi Əbul Carudun Zeydiyyədən olması və yaxud onun Carudiyyə təriqətini yaratması iddiası onun siyasi işlərindən qaynaqlanan bir şeydir. Təbii ki, çünki o siyasi baxımdan Zeydlərin qiyamı və inqilabı ilə razılaşmışdı və onu da təbliğ edirdi. Ona görə də Zeydlərin fəallaşdığı illərdə
onun Zeydi məzhəbində olması aktual bir bəhs olubdur və xalqlar, təriqətlər barədə yazılmış kitablarda, belə deyək, o kitabların mövcud mətnlərində lazımı qədər dəqiqlik yoxdur. Həmçində üstəlik Carudi təriqətin də etiqadlarını şəxsən Əbu Carudla rəqləndirmək də sübut istəyir ki, bunu həqiqətən də bu yaradır. Yəni, lövhə hədisinin məşhurluğunu beləliklə nəql etmiş ravilərin böyük məqamı sahib olmağa diqqətdə tutsaq, görərək ki, bu fikir elə həqiqətən də güclüdür. Və burada da hədisin də biz mətninə baxsaq, görək ki, mətn çox xülasə şəkildədir, bəzisində isə genişdir. Məsələn, Əbu Bəsirin nəql elədiyində görürük ki, ən geniş odur mətn baxımından. Amma Əbu Caruddan gələnlərdə isə bəs fərqliliklər var. Məsələn, baxaraq birində necə Fatimə salamullah aleyhanın övladlarından olan 12 xəlifə, düzdür? Ki, Əbu Carudun Zeydi olması məsələsi irəli gətirilib, deyilibdir ki, yəni Əbu Carud xanım Zəhra salamullah övladlarından olan 12 xəlifənin deməklə, məsəl üçün, təhrif edib, Zeyd ibn Əlinin, məsəl üçün, xilafətini sübut eləməyə çalışıbdır. Hə. Məsəl üçün, orada yəni, özündən əlavə edibdir. Və görürsən ki, həqiqətən də yəni, bu sözü araşdıranda biraz həqiqətə uyğun deyil. Çünki Zeydiyyə məzhəbindən heç kim 12 imamla birlikdə Zeyd ibn Əlini imam qərar verməyibdir. Onlar yalnız ilk 4 imamı qəbul edibdir ki, və növbəti gələn imamlara da iman gətirməyiblər. Və ona görə də o Fatimə salamullah övladlarından 12 xəlifənin, imamın olması ifadəsində ki, mümkündür ki, bir neçə mənalar olsun. Məsələn, deyə bilərik ki, Peyğəmbər salavatıllahın 12 xəlifəsindən 11-i xanım Zəhra salamullah övladlarından olduğu üçün bu söz deyilibdir. Yəni ki, məsələn, yəni ümumi olaraq yəni imamların sayı deyilib, yaxud da məsələn mümkündür ki, burada ümumi xanım Zəhra salamullah aleyhanın övladları ki, 11-i onun nəslindən gəlib, ümumi o say kimi orada işlənibdir. Yəni ayrılmayıb da, belə deyək. Yaxud da ola bilər İmam Əleyhisselamın xilafəliyinin aydın və qəti olduğu üçün Cabir ibn Abdullah digər xəlifələrin sayını və adlarını qeyd edəndə ola bilsin ki, bir xətaya yol veribdir. Yaxud da, məsələn, baxsaq görürsən, deyir ki, 3 dənə Muhammed, 3 dənə də Əli var. Yəni, biz baxsaq, həqiqətən də İmam Əli əleyhissalam ki, burada sayılmayıbdır, düzdür? İmam Zeynul Abidin əleyhissalam, İmam Rıza əleyhissalam və İmam Hadi əleyhissalam 3 dənə Əlini deyibdir. Halbuki 4 dənə Əli adında imamımız var. Və ehtimalın biri budur ki, şiyələrin 12 imam və xəlifə ilə məşhur olmaları, bu şəxslərlə ünsiyyətdə olmaları hədislərin məzmununu nəql etmək üslubundan ki, yəni hədislərinizə gəlir İsna Əşər ya Əhədə Əşər məsələn ifadəsi ilə 11 ya 12 ifadəsinə əvəz olunubdur və mümkündür ki, bu səhv 12 imam termininin məşhurluğundan yaranıbdır. Bu da ola bilər. Və yaxud da biz baxsaq İrşadda, Kəmaləddində rivayətlərdə bu iradlar mövcud deyil. Ki, məsələn, Şeyx Muxtar Rəhmətullahi İrşad kitabı Cabir ibn Abdullahın rivayətində belə qeyd edir ki, Əsmaul Əvsiyə vəl-əimmə min vuldihə, yəni lövhə hədisindəki Peyğəmbər xəlifələrindən danışır ki, vəsilərindən danışır, imamlarından ki, xanım Zəhra salamullah nəslindən, övladlarından olan ki, imamlardır. İndi Kəmaləddində də həmçinin xanım Zəhra salamullah deyilir ki, Həzəfə Əsmaul Əvsiyə əvvəlhum İbn Əmmi vahidə əşərə min vuldi. Axırəhumul qaim əccəlallah fərəcə. Deyir ki, bunlar ki, bu adlar ki var, bəs Peyğəmbər sallavatullahın vəsilərinin adlarıdır. Onlardan da birincisi mənim əmmin oğludur. Sonra isə 11 övladımdır. Onların da sonuncusu qaimdir. Ki, əccəlallah fərəcək gələcək. Yəni, deməli, sözümüzün bəhsində bunu qeyd eləyək ki, bu rivayət açıq-aşkar bu məsələni bəyan eləyir, açıq eləyir və göstərir ki, həqiqətən də bu rivayətdə 12 imamın olacağı, vəsirin olacağı və sonuncusunda kim olacağı, İmam Mehdi əccəlallah fərəcəkin olacağını qeyd eləyir. Və məsələn, digər bir rivayətdə Xızır əleyhissalamın ki, adı ilə bağlı olan rivayətdir.
Kafidə mərhum Şeyx Kuleyni rəhmətullah əleyh nəql eləyibdir. Deməli, rivayət gəlir ta sənədi ilə Davud bin Qasım Cəfəri İmam Cavad əleyhissalamla, ta o da ata-babalarından, o da Əmirül-Müminin əleyhissalamdan ki, deyir, Həzrət əleyhissalam Salmana söykənmişdi. Həsən əleyhissalam da onları birləşdirdi və deyir, o gəlib Məscid-ül Hərama daxil oldu və oturdu. Deyir, bu zaman çox gözəl, görkəmli, xoş geyimli bir kişi gəlib Əmirül-Müminin əleyhissalama salam verdi. O da salamın cavabını aldı. Kişi oturdu ki, ey möminlərin əmiri, sənə 3 sualım var. Əgər cavab verə bilsən, biləcəm ki, bu cəmaat sənin barəndə elə bir iş görüb ki, nəticədə məhvə məhkum olublar. Həm dünyada, həm axirətdə. Heç də bəladan amanda qalmayacaqlar. Əgər cavab verə bilməsən, biləcəm ki, sən də, onlar da eynisiniz. Əleyhissalam deyir ki, buyur. Deyir, o şəxs deyir ki, de görüm, insan yatanda ruhu hara gedir? İnsan necə xatırları və necə unudur? 3. Niyə insanın övladı əmilərinə və ya dayılarına oxşayır? Əleyhissalam üzünü İmam Həsən əleyhissalama tutub deyir, ey Əbu Muhammed, cavabını de. İmam Həsən əleyhissalam onun cavabını verir. Kişi deyir ki, şəhadət verir ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur və buna da daim şəhadət verəcəm və şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və Allahın elçisidir və buna da daim şəhadət verəcəm, yəni bir ömür. Və şəhadət verirəm ki, ey Əli, sən Allah Rəsulunun vəsisisən, onun höccətini bərpa edənsən və həmişə buna şəhadət verəcəm və şəhadət verirəm ki, ey Həsən, sən onun qardaşının canişini və ondan sonra onun höccətini bərpa edənsən və şəhadət verirəm ki, Hüseyn bin Əli aleyhissalam qardaşının canışı və ondan sonra onun höccətini bərpa edən və şəhadət verirəm ki, Əli ibn Hüseyn, Hüseyndən sonra onun imamətini yaşadandır və şəhadət verirəm ki, Muhammed ibn Əli aleyhissalam Əli ibn Hüseynin aleyhissalamın imamət vəzifəsini bərpa edəndir, yerləşdirəndir və şəhadət verirəm ki, Cəfər ibn Muhammed, Muhammed ibn Əlinin ki, imamətini yaşadandır. Şəhadət verirəm ki, Musa ibn Cəfər ki, həqiqətən də İbn Muhammedin işini bərpa edəndir və şəhadət verirəm ki, Əli ibn Musa, Musa bin Cəfərin işini bərpa edəndir və şəhadət verirəm ki, Muhammed ibn Əli, Əli ibn Musanın ki, işini qərarlaşdırıb yerinə yetirəndir və şəhadət verirəm ki, Həsən ibn Əli, Əli ibn Muhammedin işini bərpa edib yerinə yetirəndir və Həsənin övladlarından olan bir kişinin imamətinə şəhadət verirəm. Onun adını, künyəsini dilə gətirmək, zühur edib zülmlə dolmuş yeri haqla doldurana qədər doğru deyil və Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun, ya Əmirəl-Müminin. Bunu deyib qalxıb gedir. Əleyhissalam deyir ki, ey Əbu Muhammed, onun dalınca get və hara getdiyini öylə. Deyir, İmam Həsən əleyhissalam qalxır gedir və deyir ki, məscidin qapısından çıxan kimi hansı tərəfə getdiyini anlamadı. Sonra Əleyhissalamın yanına qayıdıb onu məsələdən agah etdi. Deyir ki, ey Əbu Muhammed, onu tanımadın mı? Deyir, dedim ki, Allah Taala onu Rəsulu və möminlərin əmiri daha yaxşı bilir. Ki, Əmirül-Müminin də deyir ki, o Xızır əleyhissalam idi. Yəni, həmin o gələn şəxs, o deyir, Xızır əleyhissalam idi. Həmin o gəlib danışan şəxs. Yəni, xülasə bu rivayətdə də biz baxanda görürük ki, həqiqətən də nədir? Açıq-aşkar Xızır əleyhissalam, Həzrət əleyhissalamla görüşdə bütün məsum imamların ad və ata adlarını çəkərək bir-bir onların hüccət olmasını qeyd edir. Və sonra başqa bir hədisdə Uyun Əxbar Rıdada İmam Rıza əleyhissalamdan gələn hədisdə ki, Məmun lənətullah İmam Rıza əleyhissalamdan istəyir ki, həqiqi xalis İslamı ona tanıtdırsın. Ki, həqiqətən də əsl ki, İslam nədir? Ki, ona bəyan eləsin. Və imam da deyir, ona bir cür yazır ki, İslamın həqiqəti tək olan Allahdan başqa heç bir ibadətə layiq varlığın olmamasına şəhadət verməkdir. Və şəhadət vermək lazımdır ki, o təkdir, vahiddir, ehtiyatsızdır, öz-özünə bağlıdır, eşidəndir, görəndir, qüdrətlidir, əzəlidir, əbədidir, daimidir. Yəni, belə bir Allahımız var, buna etiqad olmalıdır və onun elmində heç bir cəhalətə, qüdrətində isə heç bir zəifliyə yeri yoxdur. Əsla möhtac deyil, ehtiyatsız bir varlıqdır və heç və haqsızlıq etmən bir hakimdir. Hər şey yaradandır, heç nə onun kimi deyil, onun tayı bərabəri yoxdur, bənzəri oxşarı yoxdur. O ibadətdə, itaətdə, ümiddə, ehtiyat və qorxuda ki,
əməl olunası yeganə varlıq hamısı, yəni kim üçün olmalıdır? Yalnız onun üçün olması olacaq bir varlıqdır, Allahdır. Və deyir, şəhadət vermək lazımdır ki, Muhammed sallallahu aleyhi və aleyhi Allahın bəndəsidir, elçisidir və rəsuludur, etibarlı bir göndərdiyi nəbidir, seçdiyi və yaratdıqların içərisində ən bəyəndiyidir, rəsulların seyyididir, peyğəmbərlərin sonuncusudur, bütün aləmlərdən üstündür və ondan sonra heç bir peyğəmbər yoxdur, heç bir din onun dininə əvəz etməyəcək, şəriəti dəyişməz. Muhammed ibn Abdullahın sallallahu aleyhi və aleyhin gətirdiyi hər şey aşkardır və onu Allahın bütün elçilərini, peyğəmbərlərini və onun əvvəlki höccətlərini təsdiq etmək lazımdır. Onun doğru və izzətli kitabını ki, bu Fussilet surəsinin 42-ci ayəsini ki, Həzrət Yasin ki, bu ayəsini təsdiqləmək lazımdır ki, bəs Allah da ayədə deyir ki, ona, yəni bu kitaba nə qarşıdan, nə arxadan batıl yol tapa bilməz. O yaradılış və şəriəti möhkəm, özü isə bütün cəhətlərdən təriflənmiş tərəfindən, yəni Allah tərəfindən nazil edilmişdir. Və deyir, bütün keçmiş səmavi kitabları əhatə edir özündə. O başdan ayağa həqiqətən də həqiqətdir. Onun möhkəm, həmçinin mütəşabih, xüsusi, ümumi, ümid, qorxu, təhdid, yəni nasix, mənsux, hekayətlər, qəsəslər və xəbər məlumatlı bütün ayələrinə iman gətiririk. Heç bir yaranmış onun bənzərini gətirə bilməz. Və şəhadət verib təsdiqləmək lazımdır ki, Peyğəmbər sallallahu sonra yol göstərən möminlərə höccət, müsəlmanların işlərini idarə edicisi, Quranın şərhçisi, onun hökmlərinə bələd olan, onun qardaşı, canişini, vəsisi və vəlisidir. Onun Peyğəmbər sallallahu yaxınlığı, Harun Musa yaxınlığı kimidir? O Əli ibn Əbi Talibdir, aleyhissalam. Möminlərin əmiridir, təqvalıların rəhbəridir və yaxşıların və üzü ağ olanların, pərhizkarların, yəni öndə gedənidir, vəsilərin ən fəzilətlisidir, peyğəmbərlərin və ilahi elçilərin elminin varisidir və ondan sonra cənnət cavanları çağası olan Həsən və Hüseyndir, sonra Əli ibn Hüseyn, Zeynul Əbidindir, aleyhissalam, sonra Peyğəmbər sallallahu elmini yayan Muhammed bin Əlidir, aleyhissalam, sonra vəslərin elmini yayan varisi Cəfər ibn Muhammed Əs-Sadiqdir, aleyhissalam, sonra Musa ibn Cəfərdir, aleyhissalam, sonra Ali ibn Musa Rəzadır, aleyhissalam, sonra Muhammed bin Əlidir, aleyhissalam, sonra Ali ibn Muhammeddir, aleyhissalam, sonra Həsən ibn Əlidir, aleyhissalam, sonra höccəti qaim və müntəzər olan şəxsdir. Əccəlallahu fərəcəhu şərif. Allahın salamları onların üzərinə olsun. Və şəhadət verirəm ki, onlar vəsi və imamlardır. Yer heç bir əsrdə və zamanda Allah Taala'nın öz yaratdıqlarına höccəti olmadan mövcud olmayıbdır. Onlar möhkəm sığınacaq hidayət rəhbərləri və dünya insanlarına ta qiyamətə qədər Allahın höccətləridir. Allah yeri və yerdəkiləri miras olaraq götürənə qədər belə davam edəcək. Yəni, bu rivayət nədir? Açıq, aşkar, mötəbər sənədli rivayətdir. Bizə göstərir ki, bir imamların adı kimdir? İmam Rıza Aleyhisselam məmunun özünə bir yazdığı məktubda bunu açıq, aşkar qeyd edir. Və bir başqa rivayət də qeyd edirəm ki, orada da həmçinin ki, mötəbər sənəddir, həqiqətən də hədisdə ki, Şeyx Sədıq rəhmətli Mən Ləyaxtullah Fəqiq kitabında gətirir, Abdullah bin Cündəbdən nəql edir ki, şükür səcdəsini öyrədir. Abdullah ibn Cündəbə və deyir ki, ona deyir ki, Taqul fi səzdəti şükür Allahümmə inni uşhidukə və uşhidu mələikətəkə və ənbiyəəkə və rusuləkə və cəmiə xalqikə innəkə əntəllah Rabbi və l-İsləmi dini və Muhammedən nəbiyyə və Aliyyən və l-Həsən və l-Hüseyin və Ali ibn Hüseyin və Muhammed ibn Ali və Cəfər ibn Muhammed və Musa bin Cəfər və Ali ibn Musa Muhammed ibn Ali və Ali ibn Muhammed və Həsən ibn Ali və Hüccət ibn Həsən bin Ali əimməti ki, aleyhimussalam əcməyin. Deməli, İmam Kazım əleyhissalam qeyd edir ki, şükür səcdəsində getdin, denən, ey mənim Allahım, mən səni və bütün mələklərini, bütün peyğəmbərlərimi, rəsulları və bütün yaratdıqlarını bu əqidəmi görə şəhadət verirəm, şahid tuturam özümə. Sən mənim tək olan Rəbbimsən ki, İslam dini mənim dinimdir.
Muhammed sallallahu aleyhi ve sellem mənim rəsulumdur. Əli, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Muhammed ibn Əli, Cəfər ibn Muhammed, Musa ibn Cəfər, Əli ibn Musa, Muhammed ibn Əli, Əli ibn Muhammed, Həsən ibn Əli və Hüccət ibn Həsən ibn Əli aleyhimussalam mənim imamlarımdır. Mən onları sevirəm, onlara tabiyəm, onların düşmənlərinə nifrət edirəm. Qəzəb edirəm, yəni təbəlla təbərrüyə əməl edirəm. İlahi, səni tökülən məzlum qanına and verirəm. Ki, 3 dəfə deyir, bunu təkrarlayır. Daha sonra deyir ki, ey mənim Allahım, sənə and verirəm möminlərə, öz aranda olan əhdə ki, onların əli ilə düşmənləri məhv edəcəksən. Ey mənim Allahım, and verirəm dostlarında olan əhdə ki, özünü onların düşmənlərinə qalib edəcəksən. Muhammed və Muhammed ailəsinə olan sir sahiblərinə salam göndər. Və sonra deyir ki, elə səlasən 3 dəfə bunu denən və sonra deyir 3 dəfə də bunu denən. İlahi, səndən istəyim budur ki, sıxıntı və çətinliklərimdən sonra mənə aramlıq və əminamanlıq əta eləyəsən. Deyir, sonra sağ yanağını torpağın üzərinə qoy, yəni üzvü çevir sağa qoy və 3 dəfə denən ki, ey bütün yollar üzümə bağlı olanda və yerin bu qədər genişliyinə baxmayaraq mənə dar gələndə pənahım olan yeganə məbud, yeganə varlıq, ey məni yaratmağa ehtiyacı olmadan məni sevərək yaradan Rəbbim, Muhammedə və onun əhlinə, ailəsinə və ailəsindən olan sir sahiblərinə salam göndər. Deyir, sonra sol yanağı torpağın üstünə qoy ki, üzərinə ki, və bu sözləri təkrarla 3 dəfə. Denən ki, ey hər müstəhvizi ki, xar edən ki, yəni zalım, zülm edəndən söhbət gedir ki, ey hər bir müstəhvizi xar edən, alçaldan, məhv edən, ey alçalmışı əziz edən, izzətli edən, and olsun izzət və ki, taqətin qurtarıbdır. Sonra 7-dən səcdə gedirsən və bu cür deyirsən ki, şükrən, yəni şükür edirsən. Sonra da sümmə təs'alu hacətəkə inşallah. Bundan sonra da səcdədə nə istəyir? Öz hacətlərini istəyirsən. Deməli, bu hacət duasında da, şükür səcdəsində də görürük ki, imam bizə nə öyrədir? Açıq-aşkar məsumların bütün adını bir-bir çəkərək öyrədir. Və bu mötəbər səhih hədisdə də biz üçün bu bəlli olur və biz görürük ki, həqiqətən də Əhl-i Beyt əleyhissalam imamların adı açıq-aşkar hədislərdə də gəlmişdir. Vəlhamdülillah Rabbil aləmin.